Salam hörmətli izləyicilər, bugün sizlərə Abşeron rayon Masazır qəsəbəsində 569 nömrəli marşrutdan 150 metr məsafədə baxın belə darvazadan həyətə daxil olduqda geniş 2 maşın saxlamaqlıq qədər yeri olan, hətta baxın irəliləyirik 5 pilləkən də qalxdıqdan sonra burada geniş belə düz həyəti olan. Mən buna ev deməzdim, doğrudan da villa deyərdim. Baxın, çox gözəl, zövqlə təmir olunmuş 2 mərtəbəli evimiz satışa çıxır. Buradan ilk öncə evin arxa tərəfində belə bir boş sahə var. Onu sizə təqdim etdikdən sonra evə daxil olacağım. Baxın, burada belə bir gözəl, geniş, boş sahə var. Burada siz ağac da əkə bilərsiniz, meyvə tərəvəzinizi də əkə bilərsiniz və hətta istəyə bağlıdır, bisiklet tikib istirahət yeri kimi də əldə edə bilərsiniz. Deməli, keçirik sizlərə evin içərisi ilə təqdim edim. Evimiz kreditlə, yəni daxili kreditlə də satılır. Nağd və kredit şəklində əldə edə bilərsiniz. Gördüyünüz kimi evimizin, baxın burada belə bir sizə ətraflı göstərim və daxil oluruq evə. Evə daxil oluruq, gördüyünüz kimi. Dediyim kimi, yəni buna mən ev deməzdim. Oradan da çox gözəl, möhtəşəm, zövqlə təmir olunmuş bir evdir, villadır daha doğrusu. Keçid alırıq birinci mərtəbədə qonaq otağına. Qonaq otağını sizlərə təqdim edirəm. Lap belə bir tur fırlanacam. Gördüyünüz kimi zövqlə təmir olunmuş, gözəl dekorativlərlə bəzənilmiş evimizi baxın, inanın ki, adamın ürəyi açılır. Yəni bir sözlə mükəmməl bir evdir. Keçirik mətbəx hissəsini sizlərə təqdim edim. Baxın, mətbəx hissəsi, yəni yoxdur da, Masazırda analogu olmayan bir evi sizlərə təqdim edirəm. Doğrudan da belə bir şey yoxdur. Təsəvvür edin ki, mətbəx yox, bura şadlıq sarayıdır elə bil. Yəni bu boyda bir mətbəx, nə deyim vallah. Evimiz 2 mərtəbədən ibarətdir. Gördüyünüz kimi, baxın, burada da dekorativ ağaclar. Belə burada pilləkənin altında artıq əşyalarınızı qoymaq üçün yer. Baxın, gözəlliyə baxın, zəhmət olmasa. Düzdür, video biraz uzun olacaq, amma bu gözəllikləri görməyə dəyər. Bəh, bəh, bəh. Qalxırıq 2-ci mərtəbəyə. 2-ci mərtəbədə də dərhal solda yenə geniş bir yataq otağımız. Hər birində gözəl əl işləri ilə işlənmiş, zövqlə təmir edilmiş